Salam uşaqlar, bugün mövzumuz 3-cü sinif Riyaziyyat məktəb dərsliyi kitabından 2-ci hissədən ədədin tam hissəsi, kəsir hissəsi mövzusundan səhifə 41-də çalışma 3-ə nəzər salırıq. Deməli, bizim şərtimizdə, çalışmamızın şərtində deyir ki, gördüyünüz kimi yazılı şəkildə verib bizə 2-də 1, 10-da 7, 7-də 4, 6-da 5. Yazılı şəkildə verib. Bunu deyir, ədədin yazılış formasını yazın və ədəd oxunda göstərin. Uşaqlar, bunu ədəd oxunda necə göstərəcəyik? Təbii ki, öncə yazılışına baxaq. Kəsir xəttini çəkirik. 2-də 1 deyirsə, 2 məxrəcdə 1 sürətdə yazılmalıdır. Düzgün olan kəsirdə hər zaman böyük rəqəm məxrəcdə yazılmalıdır. Sonra, ikincidə deyir 10-da 7. 10-u məxrəcdə, 7-ni sürətdə yazırıq. 7-də 4, sürətdə 4, məxrəcdə 7. Kəsir xəttini çəkirik. 6-da 5 isə 6 məxrəcdə 5 sürətdə yazırıq. Bu oldu bunların yazılışı. 2-də 1, 10-da 7, 7-də 4, 6-da 5 necə yazı ilə yazılır, necə ədədlərlə göstərilir, hərflərlə və rəqəmlərlə yazılış formasını göstərdim sizə. İndi deyir ki, bunu ədəd oxunda göstərin. Ədəd oxunda göstərəcəyik. Ədəd oxunu biz 0 ilə 1 arasında çəkəcəyik. Bu şəkildə ədəd oxunu, baxın belə. Bunu da belə deyəndə ki, yəni bu şəkildə çəkirik. Bir ədəd oxu çəkirik. Təbii ki, 1-i bura yazırıq, 0-ı bura yazırıq. 0 ilə 1 arasında bir ədəd oxu çəkəcəyik. Biz bunun üzərində göstərəcəyik 2-də 1-i. 2-də 1 dediyinə görə, baxın, 2-də 1-i bu şəkildə yazırıq. 2-də 1 ədəd oxunda 0 ilə deməli 1-in arasında yazılacaq. Nəyə görə? Baxın, 1, 2. Ümumi hissə 2-dir. Ümumi hissə 2 idi. Amma biz 2-də 1-i tapmalıyıq. Ümumi hissə 2 olduğuna görə 2-yə qədər xətt 1, 2 gördüyünüz kimi çəkdik. Və 1 dediyinə görə 1-in üzərində dayanırıq. 0, 1, 2. Bildiniz də necə? 0, 1, 2-dirsə, ümumi hissə 2-dir. Və biz sürətin haradadırsa, sürət oradan deməli, verilmiş ədədimizi yazırıq. Bir də belə digərini göstərirəm. Yenə də 0 və 1 arasında göstərəcəm. 0-1 arasında 7-də 10-da 7-ni. Deməli, 10 dənə xətt çəkəcək. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənəsini bu şəkildə çəkdik. İndi 10-da 7-deyik, baxın, ümumi nə qədərdir? Ümumi 10-u tapırıq. Yəni, böyük olan neçə dənədirsə, ümumi 10-u çəkirik. 10. Bizə 7-ni göstərib. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. 7 harada dayanır? Burada dayanır. 7 burada dayandığına görə deməli, 10-da 7-ni burada yazırıq. Və bundan 7 burada dayanır. 7-dən sonra da 8, 9, 10 görürsünüz. Bizə artıq 10-a qədər getmək lazım deyil. Biz ədədin hissəsini tapmaq üçün 10 dənə verilmiş, 10-a qədər verilmiş ədəd oxunda 7 haradadırsa, orada biz kəsirimizi göstəririk. 7-də 4 göstərir. Yenə də eyni şəkildə. Neyinirik? 0 ilə 1 arasında bir ədəd oxu çəkirik. Və buradan indi 7-də 4 dediyinə görə, baxın, 10-da 7 demişdi. Biz 10 dənə, 10 hissəyə belə deyək, ədəd oxunu ayırmışdıq. İndi 7 hissəyə ayıracağıq. 1, 2, 3, 4, 5, 6, 7. Belə eləyək. Biri burada saxlayaq. Ki, bu şəkildə alındı. İndi deməli 10 burada dayanıb. Ümumi sahə 10-dur. Bizə 7-də 4 deyib. 1, 2, 3, 4. 4 harada dayanıb? Burada. Deməli, 4 burada dayandığına görə biz nə edirik? 7-də 4-ü, 7-də 4 hissəsi ədəd oxunun bu hissəsində qalmış olur.
İndi 6-da 5. Ədəd oxunu çəkirsiniz. Yenə də 0 ilə 1 arasında. İndi bunu özünüz həll edirsiniz.